2026-cı ildə əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması qaydalarında dəyişikliklər ediləcək. Bu dəyişikliklər xüsusilə güzəştli şərtlərlə pensiya çıxanlara şamil edilir. Amma ümumi dəyişikliklər nədən ibarətdir? Bunu araşdırırıq. Həmçinin işsizlərin icbari tibbi sığortadan necə yararlana biləcəkləri məsələsinə də aydınlıq gətirməyə çalışacağıq. İlkin olaraq güzəştli şərtlərlə pensiya çıxanlar kimlərdir? Bunu aydınlaşdıraq. 5 və daha çox uşağı olan analardır, ağır və təhlükəli şəraitdə işləyən şəxslərdir, eyni zamanda xüsusi əmək şəraiti tələb edən peşələrdir. İncəsənət adamları, məsələn, opera, balet sahəsində çalışanlar və s. Bunlar kateqoriyadan asılı olaraq 50 yaşın 65 yaş arasında pensiya çıxırlar. Bunlar pensiya çıxarkən mütləq həmin o ağır şəraitdə işlədiyi və yaxud da ki, xüsusi şərtlərlə pensiya çıxması barədə işlədiyi müəssisədən arayış verməlidirlər. O arayış əsasında bunların pensiya çıxmaq güzəşti və pensiyalar hesablanır. Amma praktika göstərirdi ki, bəzi hallarda o insanların tutaq ki, 20 il, 30 il, bəlkə 40 il bundan qabaq işlədiyi həmin müəssisələr ya ləğv olunub, ya bağlanıbdır, ya özlərində sənədlər qalmayıbdır. İndi onu çox sadə qaydada Nazirlər Kabineti təsdiq etdiyi siyahı əsasında müəyyənləşdirəcək. Əldə edilən məlumatlar avtomatlaşdırılmış qaydada DSMF-nin elektron bazasına ötürüləcək. Bu, həm vətəndaşa vaxtına qənaət etməyə imkan verəcək, həm də müxtəlif yerlərdən sənəd toplamağa ehtiyac qalmayacaq. Eyni zamanda müraciətlər əsasında məhkəmələrdə bu sahə üzrə qalan sənədlərlə bağlı məsələlər də öz həllini tapacaq. Digər yenilik isə pensiya alıb işləməyə davam edən şəxslərlə bağlıdır. Belə ki, onlar 6 ildən sonra pensiyalarının yenidən hesablanması üçün müraciət edə bilərdilər. Bu da pensiya kapitalına görə yenidən hesablanırdı. İndi isə onlar 6 il və daha çox işlədikdə onların pensiyaları müraciət etdikləri gündən, işdən çıxdıqda isə əmək fəaliyyətlərinə xitam verildiyi gündən hesablanacaq. Onu da qeyd edim ki, qulluq əlavəsi alan şəxslərin əmək pensiyaları 2 qaydada, 2 metodla yenidən hesablanır. Əmək haqqı arayışı və fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalı əsasında. Və onların müraciət əsasında hər iki metodla hesablama aparılır və hansısa pensiya məbləği yüksək olursa, həmin məbləğ də bu vətəndaşlara təyin olunur. İşsizlərin icbari tibbi sığortadan yararlanma qaydası da insanları maraqlandıran məsələlərdən biridir. İcbari tibbi sığortanın tətbiqinə 5 il öncə başlanılıb və bu zaman dövlət büdcəsindən xeyli vəsait ayrılıb ki, bütün kateqoriyadan olan vətəndaşlar xidmətlərdən yararlana bilsin. Hər il xidmətlər zərfi genişləndirilir. Bəs yenilik nədən ibarətdir? Yeni dəyişikliyin məğzi ondan ibarətdir ki, qeyri-formal əməkdə çalışan, qazanc əldə edən, lakin o qazancını rəsmiləşdirməyən şəxslər də icbari tibbi sığortaya cəlb olunacaqlar. Onların sığorta ödənişi qaydası bir qədər fərqli olacaq və muzlu əməklə çalışanların sığorta haqqından az olacaq. Biz tam məsuliyyətlə deyirik ki, bu qanun qəbul olundan sonra bir nəfər də olsun Azərbaycan vətəndaşı icbari tibbi sığortadan kənarda qalmayacaqlar. Qeyd edək ki, ölkə əhalisinin 10,8%, yəni 1,1 milyon nəfərini pensiyaçılar təşkil edir. Bunun da 64,8%-i yaşa görə pensiya alanlardır. Röya Qarabağlı, Lalə Rəhmanova, Röyal Əsədov, ASTV Xəbər.